Salam əziz izləyicilər, bugün fərqli bir konseptlə qarşınızdayıq. Hər gün yediyimiz, içdiyimiz bəzi şeylər var ki, dadlıdır, xoşdur, alışmışıq. Amma bu məhsullar bəzən vücudumuzu yavaş-yavaş içdən məhv edir. Söhbət siqaret, spirtli içki, şirin un məmulatları və qazlı içkilərdən gedir. Bəlkə də düşünürsən, hamı istifadə edir, mənə nə olacaq ki? Elə bu sualın cavabını birgə aydınlaşdıraq. Siqaretin zərərləri. Siqaretin içində 4000-dən çox zərərli kimyəvi maddə var. Ən çox təsir etdiyi orqan ağciyərlərdir. Nəticə, xroniki bronxit, koah və ağciyər xərçəngi. Amma iş bununla bitmir. Siqaret həm də ürəyi zəiflədir, damarları daraldır, beyni oksigen getməsini azaldır, üstəlik dəri tez qocalır, dırnaqlar, dişlər saralır, nəfəsin iyrənc qoxur. Yəni siqaret sadəcə tütün deyil, bu bir zəhərdir. Spirtli içkilərin zərərləri. Az miqdarda spirt içmək zərərsizdir deyirlər, amma bu böyük bir mifdir. Spirtli içkilər qaraciyəri zədələyir, zamanla sirroz və yağlı qaraciyər xəstəliyi yaradır. Həmçinin beyin fəaliyyətini zəiflədir. Yaddaş pozğunluğu, diqqət dağınıqlığı və depressiyaya səbəb olur. Spirtli içkilər həm də bağışıqlıq sistemini zəiflədir. Yəni bədən xəstəliklərə qarşı müdafiəsiz qalır. Şirin qidalar, keks, kurabiyə və s. Bir dilim keks, biraz konfet, biraz tort, amma bunlar qanda şəkəri sürətlə qaldırır. Pankreası yükləyir və insulin dirənci yaradır. Nəticə, tip 2 diabet, obezlik, dəri problemləri və hətta hormonal pozğunluqlar. Daim şirin yeyən insanlar çox tez acıyır, çünki bu qidalar toxluq hissini uzun müddət saxlamır. Və ən vacibi, diş çürümələrinin əsas səbəbi elə şəkərdir. Qazlı içkilər, koladır, fantadır, enerji içkiləridir. Hamısı bir qutuda 10-12 küp şəkərə bərabərdir. Qazlı içkilərin tərkibindəki asidlər sümüklərdəki kalsiumu azaldır, sümük əriməsinə səbəb olur. Mədə turşuluğunu artırır, qıcqırma, mədə ağrısı və şişkinlik yaradır. Həm də boş kaloriya mənbəyidir. Enerji verir, amma heç bir qida dəyəri yoxdur. Nəticə və çağırış. Bəli, bu qidalar və maddələr xoş hisslər yaradır, amma nəticəsi çox acı ola bilər. Əsl sağlamlıq bədənə hörmət etməklə başlayır. Unutma, vücudun bir gün səni daşıya bilməz hala gələcək. Ya sən onu qoruyarsan, ya da o sənə xəyanət edər. İndi dəyişmək çətindir, amma sabah gec ola bilər. Əziz izləyicilər, video sizin üçün yararlı oldusa, videoya like qoyub kanalımıza abunə olmağı unutmayın. Salamat qalın.